Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 13-12-ci ay 2025-ci il Masallı Aptinet Mərkəzinin keçirdiyi mövzu sınağı üçün izahlarına baxacaq riyaziyyat fənni üzrə 9-cu siniflər üçün. Keçək suallarımızın izahına. Nə deyir birinci sualda bizə? Kök 3-ün a-ya bərabər olduğunu verir. Bir də kök 6-nın b-yə bərabər olarsa, kök 54 aşağıdakilərdən hansına bərabərdir? Kök 54-ü biz necə parçalayarıq? 9 vurulsun 6 kimi. 9-dan bizdən kök neçə çıxır? 3 vurulsun kök altında 6. Demək, bu ifadənin hər tərəfini kvadrata yüksəltsək, onda a kvadratın 3-ə bərabər olduğunu alsaq, gətirib burada nəzərə alsaq, 3 nəyə bərabərdir? A kvadrata. Kök 6 nəyə bərabərdir? B-yə, yəni a kvadrat vur B. B variantı ilə. 32-ci sual. Bucaq B-nin 90 dərəcə olduğunu verib. A-B-nin də 12 olduğunu verib. B-C-nin 5 olduğunu verib. Bizdən nəyi soruşur? Çevrənin diametri şagirdlər. Biz buradan bir hər hansı diametri çəksək, biz bilirik ki, diametrə söykənən daxil bucaqlar neçə dərəcədir? 90 dərəcə. Buradan nə qaydası çıxır? Düz bucaqlı üst bucaqda Pifaqor teoremi. Katetlərimin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni 25 ilə 12-nin kvadratı 144 bərabərdir nəyə? AC-nin kvadratına, yəni diametrin kvadratına. Bu da neçə verir bizdə? 169. AC-dən də kök 169-dan kök neçə çıxır? 13. Diametri nəyə bərabərdir? 13-ə. A variantı. 48279 edənlər neçə onluq var? Təklik onluq. Buradan bura qədər olan 4287. Daha doğrusu 4827. Növbəti misal. Vuruqlara ayıracaq. Nə edəcək? Bu hissədən biz nəyi çıxarsa mötərizə xaricinə? X kvadratı çıxarsa yerdə bizdə nə qalacaq? X plus 2y minus bu hissədən də nəyi çıxarsam? XY-i çıxarsam bizdə nə qalmış olacaq? X plus 2y. Eyni qaydada məxrəcdə də buradan x kvadratı çıxarsam bizdə qalacaq x plus 2y plus xy çıxarsa nə qalır bizdə yerdə? X plus 2y. Bunların hər ikisindən də, sürətdən də, məxrəcdən də x plus 2y çıxarsa qarşıya nə qalacaq onda? X-in kvadratı minus xy. Məxrəcdə də eyni qaydada x plus 2y çıxartdığı qarşıya bizdə qaldı x-in kvadratı plus xy bərabərdir. X plus y-lər gedir sürət və məxrəcdən yenə də biz x-ləri çıxartsaq sürətdə qalır. X minus y məxrəcdə də qalacaq nə? X plus y. Bunlar da x-lar da ixtisar etdi. X minus y, x plus y-ə. Var cavabımız C variantı. Px çoxadıcısı qx çoxadıcısına bərabərdirsə, onda uyğun əmsallar da bir-birinə nə olacaq? Bərabər olmuş olacaq. A nəyə bərabərdir? 3-ə. X-in əmsalı neçədir? -4b. Burada x-in əmsalı neçədir? 8. Onda belə çıxır ki, b nəyə bərabərdir? -2-yə. Sərbəst səttimiz 6-dır. Burada da c-dir. C bərabərdir 6-ya. A plus b plus c cəmini soruşur. Yəni 3 minus 2 plus neçə? C-də 6. Onda nəyə bərabər olur bizdə? 7-yə. Y variantı. 36-cı sual. Şəklə əsasən AD-ni tapın. AD haradır? Bu məsafə. X deyək buna. Şagirdlər, burada görürük ki, tərəflərimiz nədir? 5, 5. Bu necə üçbucaqdır? Bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaqda hər hansı yerdən təpə bucağının təpədən endirilmiş hündürlük həm median alır, həm tənbölən. Median nə idi? Qarşı tərəfi yarıya böldü. Ümumi uzunluğumuz əgər 4-dürsə, onda yarı-yarı bölünsə bura 2. Buranın da 2 olması için burada 1 düşürmü? Buradan bura 1'dir. Onda bu hissiyədən isə düşəcək bizə 1. Biz böyük düzbucaqlı üçbucaqdan, bax, bu düzbucaqlı üçbucaqdan nəyi tapacaq birinci? Hündürlüyü tapmış olacaq. Necə tapacaq hündürlüyü? Gəlin qıraqda çəkeyim. Buran 5 verib. H bu hissəndə neçə verir? 2. Onda H-in kvadratı nəyə bərabərdir? 25-dən çıxacam 4-dür. Bərabər olacaq neçəyə? 21-ə. Yəni H-ı tapdıq neçə? Biz hündürlük kök 21. İndi balaca üçbucaqdan, bax bu üçbucaqdan. Hündürlük məlum. Bu katet 1 məlum. Onda hipotenuz yəni x-i tapa bilirikmi? Kök altında 21-in kvadratı plus 1-in kvadratı bərabər olacaq nəyə? X-in kvadratına. Onda 22 bərabər x kvadrat. X-i də neçə tapırıq? Kök altında 22. B variantı. 37-ci sual. B. Gəlin onun şəklini çəkək. Üçbucaq şəkli A, B və C.
Bucaqları verib bizə. Bucaq A-nı verib neçə? 4 alfa, 5 alfa, 6 alfa. Üçümüzdən daxil bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Yəni 5 alfanı tapdıq neçəyə bərabərdir? 180-ə. Onda alfa neçə çıxır bizdə? Demək 12 dərəcə. Əgər alfa 12 dərəcədirsə, onda A bucağımız neçə olur? 4 alfa deyildimi? A bucağımız olacaq neçə? 48. C bucağımız neçə olacaq? 72. Bizdən deyir ki, BD hündürlüyü olarsa, bax BD hündürlüyüdürsə qarşı tərəfə perpendikulyardır. Bu bizim BD-miz. Bizdən hansı bucağı soruşur? CBD bucağın, CBD bucağın, yəni buradakı bucağı bizdən soruşur. Düz bucaqlı 3 bucağı görə. Bir bucağım 90, bir iti bucağım 72-dirsə, iti bucaqların cəminin 90 dərəcə olması üçün neçə dərəcəm çatmır? 18 dərəcə. B variantı. Bunu orta məxrəcə gətirsək biz AB, B minus A bərabərdir. Şagirdlər A minus B 8-ə bərabərsə, B minus A da mənfi 8 olacaq. Bölünsün 16 bərabərdir. İxtisar getsə mənfi 2-də 1 və yaxud da ki, mənfi 0.5. D. B ədədi A və C ədədlərin ədədi ortası olarsa, A plus C bölünsün B bərabərdir. A və C, B səhv yazdım. B ədədi A plus C-nin ədədi ortası olarsa, yəni ədəd orta nə idi? Toplu sayına böldük, bərabərdir B-yə. Biz burada nəyi tapacaq? Bizdə nəyi soruşur? A minus C fərqini tapın. Aha, buradan A plus C-nin 2B-yə bərabər olduğunu tapsaq. Bunu tapmağa gərək vardı mı? Xeyr, heç tapmağa ehtiyac yoxdur. Gəlin burada yerinə yazayıq. A minus B-nin 9-a bərabər olduğunu verməyib. A minus B-nin yerinə nə yazacağım? Buradakı ifadəsini, yəni A plus C bölünsün 2. Bərabərdir nəyə? 9-a. İndi hər tərəfi biz neyinirik? 2-yə vursuq, kəsirdən azad olmağımız üçün. Onda nə olacaq? 2A minus 2 ilə ixtisar getdi. A minus C. Gəlin birinci pir mötərizədə də yazaq, heç açdırmayaq. 18. 2A minus A mötərizə qarşısında mənfi var. İşarəmiz əksinə dəyişəcək. A-dan A-nı, 2A-dan A çıxacaq. A minus C bərabər 18. Elə məndən A minus C-ni soruşurdu. Nəyə bərabər oldu? 18-ə. BC çevrənin diametridir. Çevrənin diametridirsə, çevrəni bucaq olaraq 2 bərabər C-yə bölürmü? 180 dərəcəyə. AC-nin bucağını verib neçə dərəcə bizə? 32. 32-dirsə, onda bu qövsümün dərəcə ölçüsü nəyə bərabərdir? Bax, bu qırmızı ilə çəkdiyim. Burada olacaq 32. Onda böyük qövsümün dərəcə ölçüsü neçə qalmış olacaq? 180-i tamamlanması üçün 148 olar. Və bizdən soruşur ki, MAC bucağın, yəni bu bucaq alfanı soruşur. Alfanı necə tapırdıq? Böyük qövsdən çıxırdıq nəyə? Kiçik qövsü. 32 bölürdük nəyə? 2-yə. 148-dən çıxdım 32-nin neçə elədir? 116. 116-nı da 2-yə bölsəm, düşəcək bizdə neçə? 60. Neçə düşür? 60 nədir? 58. 58 dərəcə. MAC. Dayan bir dəqiqə, yanlışlığa yol verdik biz. Bir dəqiqə baxaq. Vay. Burada elə bir səhv eləmişik ki. Daxili bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısıdır. Daxili bucağı əgər bizə 32 veribsə, onda qövsümüzün dərəcə ölçüsü nəyə bərabər olacaq? 64-də. Onda digər qövsün neçə qalır bizdə? 116 dərəcə qalmış olardı. 180-dən 64-ü çıxsaq. 116 və alfa bucağında biz necə tapırdıq? 116-dan çıxacaq nəyi? 64-ü böləcək 2-yə. Demək, 116-dan çıxaq 64-ü bizə neçə verir? Demək, 52. 52. Bunu da 2-yə bölsək, bizdə neçə verəcək? 26 dərəcə olur bizdə nə? Y variantı. Və səhv tapmışdıq. Mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsüdür. Daxili bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısı. Sinifdə 18 oğlan və 12 qız var. Qızlar bütün sinifin neçə faizini təşkil edir? Qızlar bütün sinifin neçə faizini təşkil edirsə, sinifdə nə qədər uşaq var? 18 oğlan, 12 qız. Ümumilikdə nə qədərdir? Demək, 30 nəfər. 30 dənə şagird var. Və qızlar sinifin neçə faizini təşkil edir? Qızlar 12 böl 30 vurulsun 100 faiz. Sıfırlar 7, ixtisar 3 ilə 7, 40 faiz.
C variantı. 42-ci sual. 42-ci sualda nə deyir bizə? Dövr sualıdır. Nə edirik? Açarıq bu dövrü. Bu şəkildə gəlin parçalayaq bunu. A3. Dövr təkrarı nədir? A3, A3. Bu şəkildə gedəcək də. Digər nədir? 0 tam A təkrarlanan nədir? B6, 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 B6. Bu şəkildə də bu da gedir sonsuz. Və bunlar bərabər olduğuna görə bir-birinə, yəni eynilikdir. Şagirdlər baxın bura. Birinci gələn ədəd A, ikinci gələn ədəd B. Demək B nəyə bərabərdir bizdə? 3-ə. Üçüncü gələn ədəd A bərabərdir nəyə? 6-ya. Demək A da nəyə bərabərmiş bizdə? 6-ya. Bizdən də cəmi soruşur. Bunların cəmi nəyə bərabərdir? 9-a. D variantı. Keçdik növbəti suala. BOY bucağı 40 dərəcə olarsa, BOY bu bucaq verir bizə neçə dərəcə? 40 dərəcə. DOY bunu da verir bizə neçə? 10 dərəcə. Sonra COY bucağı, bax bu bucaq bərabərdir BOY-yə. BOY-yə. Bu bucağa bərabərdir. Yəni COY bucağı bərabərdir BOY-yə. Aha, anladıq. Demək BOY-ni 40 veribsə, demək COY də 40 olması üçün bura neçə dərəcə olmalıdır? Onda bizdə 30 dərəcə. Bunu bildik. Burada olmalıdır 30 dərəcə. Və bizə deyir ki, AOC bucağı da COD bucağına bərabər olduğuna görə onda yerdə burada bir sürü neçə dərəcə qalır? 30 dərəcə. Bizdən bütövlükdə nəyi soruşur? AOB bucağı. Yəni 30 plus 10 plus 40 bərabərdir nəyə? 30, 30, 60, 40, 100, 110 dərəcə. 110 dərəcə Y variantı. Diaqramda mürəkkəb ədədin sadə vurğuları və onların sayı verilmişdir. Bu ədədlərin natural bölənlər sayını tapın. Sadə vuruq nədir? 3. Sayı neçədir? 2 vurulsun. Sadə vuruğumuz 5. Sayı neçədir? 1. Natural bölən sayı necə tapırdıq? Qüvvətləri bir vahidə artırıb hasil götürürdük. Yəni 3 vurulsun 2 nəyə bərabərdir? 6-ya. Çoxluq sualı gəlir. Yəni bunu burada yazaq. Demək, istənilən boş olmayan ABC çoxluları üçün aşağıdakı münasibətlərdən hansı doğru deyil? Şagirdlər, biz bunlar üçün nə edirik? Gəlin hər hansı bir çoxluq götürək. A çoxluğu. 1, 2, 3. B çoxluğunu gəlin götürəyin 2. C çoxluğunu da götürəyin 3. Birinci ifadə nə deyir bizə? Təbii ki, düstura görə birinci ifadə ödənəcək. Bizdə A kəsişməsi verib B ilə C-nin birləşməsi nə edirdik? A kəsişir B ilə birləşir, A kəsişir C ilə. Birinci doğru olacaq. İkinci və yaxud da ki, bu yazdığımız ədədləri də yoxlasaq. B ilə C-nin kəsişməsi, birləşməsi bizə nəyi verir? 2-ni. 2 ilə 3-ü. Və bunun birləşməsi, B ilə C-nin birləşməsi, A ilə kəsişməsi nə verir? İkisində də olan 2, 3 deyilmi? Demək, birinci ifadəmiz verəcək 2, 3 bərabər olmalıdır. Sol tərəfə baxaq. A ilə B-nin kəsişməsi nə verir mənə? 2-ni. İkisində də hansı vuruq var? Hansı ədəddir? 2 vuruğu var. 2 ədədimiz. Görürsünüzmü? Demək, 2 ədəd ödəndiyinə görə bir dənə 2 götürüldü. Sonra A ilə C-nin kəsişməsində nə var? İkisində də 3 var, C-də də 3 var. Demək, bunların da biz birləşməsini yekun olaraq götürsək, görürsünüzmü? Bərabərlik ödənir. Eyni qaydada A birləşir, A ilə B-nin kəsişməsi A-nı verəcək. Bəli, tamamilə doğru. Bizdə burada Y variantı ödənməyəcək. Niyə Y variantı ödənməyəcək? Bir dən gəlin baxalım. Birinci ifadəmiz nə verib bizə? Gəlin bir dən buranı da yenə bir də silək, rahat yazaq üstündə. Dedik ki, A çoxluğu nəyə bərabərdir? 1-ə, 2-yə, 3-ə. B çoxluğunu da fərz eləyək 2 götürək, C-ni də götürək 3. Bax, birinci hissəyə baxın. A fərqi B. A fərqi B nə deməkdir? Yəni A-da var, B-də yoxdur. O hansı ədədlərdir? 1 və 3. Sonra fərqidir C-dən. Yəni bu ədədlərin nəyi yoxdur? C-də olmayan hansıdır? A ilə B-nin fərqi, bir də C-yə fərqi. Onda bunun da neçəyə fərqi? C-dən 3-ə fərqi nədir? Hansında var? 1 ödənəcək də, düzdürmü? Demək, bunun yerində nə qalacaq? Burada 1. Bərabər. Eyni qaydada da. Bura baxırıq. Biraz üstü qaralandı. Təmizdən bunu rahat görsənsin. Birinci bu hissəyə baxırıq. B fərqi C. Yəni B-də olsun, C-də olmasın. Elə B-nin özün verirmi 2-ni? Demək, olacaq bizdə burada 2.
Axı A fərqi 2-də var. Yəni A-da olsun, B-də olmasın. O da nədir bizdə? 1 ilə 3. Demək yekunda nə olur? 1 ilə 3. Şagirdlər 1 bərabərdirmi 1 ilə 3-ə? Xeyr, ödəmir. Onda hansı yanlışdır? Elə Y variantı yanlışdır. Keçdik növbəti suala. AMC qövsünün dərəcə ölçüsü 80 olarsa, ABC neçə dərəcədir? Şagirdlər, bura əgər bu qövsümüzün dərəcə ölçüsü 80-dirsə, ABC bucağımız neçə dərəcə qalacaq? 40 dərəcə. Daxili bucaq söykəndiyi qövsün yarısıdır. Ədədi üçün AB 2A plus 8B olarsa, B minus A fərqini tapın. Gəlin bunu açaq. 10A plus B bərabərdir nəyə? 2A plus 8B-yə. A-ları sol tərəfə keçirdək, B-ləri sağ tərəfə. Yəni 8A bərabərdir neçə? 7 dənə B-yə. Burada nəyə bərabərlir? A bərabərlir 7K-ya. B də bərabərlir 8K-ya. Şagirdlər, burada rəqəm olduğuna görə biz K-ya yalnız 1 verə bilərik. Niyə? Çünki 2 versək, A olacaq neçə? 7 vur 2, 14. A tək rəqəmli olmalıdır. Ona görə ödəmir. Ancaq və ancaq hansı şərt ödənməlidir? K-nın bir halı üçün, yəni B minus A. Yəni 8K minus 7K. Bu da bizə verir K-nı. K ilə nəyə bərabərdir? 1-ə. Cavab nə olmuş olacaq? 1. 48-də katetləri 15-20 cm olan düzbucaqlı üçbucağın perimetrin tapın. Yenə də düzbucaqlı üçbucaq 15, 20. C nəyə bərabərdir? C-nin kvadratı 15-in kvadratı 225, 20-nin kvadratı da 400. Yəni C kvadrat bərabər 625-ə. C nəyə bərabərdir? 25-ə. Demək, bunda perimetr nə olacaq? 15 plus 25 plus 20. Bu da bərabərdir 40, 60. Perimetr nə idi bizdə? 60. Demək, 15, 20. Düzmü tapdıq? 30, 40, 60, bəli. Oğlun 12 yaşı var və onun yaşı atasının yaşının 800-də 3 hissəsinə bərabərdir. Atanın yaşını tutaq ki, deyək nə qədərdir? X-dır. Oğlun yaşı. Oğlun da yaşı 12. Bizə deyir ki, oğlun yaşı atanın yaşının 8-də 3 hissəsinə bərabərdir. Yəni 8-də 3x bərabər olarsa 12-yə. Buradan biz 3x-i tapsıq. 12 vur 8, ixtisarlarımızı aparsaq. 3-ə 4 qalır. 4 8-də 32. Demək, atanın neçə yaşı varmış? 32 yaş. Atanın neçə yaşı var? Bəli, atanı soruşurdu. İfadəsini sadələşdirək. Şagirdlər, burada biz təbii ki, kvadrata yüksəltməyəcəyik. Muxtasar modüstürün açışı ilə baxsaq biz 268-dən çıxaram 172-ni. Bir də 268-in üzərinə gələrəm nə? 172-ni. Məxrəci də saxlayarıq olduğu kimi 96 bərabərdir. 268-dən çıxsaq biz 172-ni neçə qalır bizdə? Demək 8-dən 2 çıxsam 6 elə 96 qalsa, məxrəcimizdə də 96 var. Bunlar yəqin ki, yox, ixtisar gedəcək. Yekunda bizdə nə qalacaq? 268-dən 172-nin cəmi qalacaq. Demək, bunun cəmi nə verir bizə? Son sıfırdan verirsə 440 qalırmı? Bəli, 440, 268, 172 cəmi verir bizə 440-ı. Keçdik 51-ci suala. X verib 880, Y verib 440. Nə edir? Bax, bu ifadəni müxtəsər modüsturu kimi açsaq, bu bizə nəyi verəcək? X plus Y bağla kvadrat, məxrəc də verəcək X minus Y bağla kvadrat. Niyə? Çünki X-in kvadratı minus 2XY plus Y-in kvadratı plus nəyimiz var sonra bizdə? 4xy. Baxın bura, mənfi 2xy plus 4xy. Bizdə müsbət 2xy verdiyinə görə bizdə nə olacaq? Plus düsturu ilə bərabərdir. İndi verilənləri gətirib yazsaq yerinə. X-i nə verir bizə? 884 plus 444 bağla kvadrat. Məxrəcdə nədir? 888 daha doğrusu minus 444 bağla kvadrat. Məxrəcim olacaq 444-ün kvadratı. Sürətdən də gəlin belə bir şey eləyək. İndi bu cəmi hesabını 444-ü çıxartsaq qarşıya. Nə qalacaq bizdə? 2 plus 1 və bir dənə də böyük mötərizənin kvadratı. Şagirdlər, bu kvadratlarla bu ixtisar bunlar getsə, onda nə qalır bizdə? 3-ün kvadratda 9 qalmış olarmı? Yəni, bu kvadrat həm bunun qüvvətinə gələcək, həm də ki, bunun qüvvətinə gələcək də.
Onda bunlar ixtisar getsə 2 üstəgəl 1, 3, 3-ün də kvadratı 9-a bərabərdir. Keçdik növbəti suala. Yazı tələb eləyən tapşırıqlar. Bu tipləri biz nə edirdik hər zaman? Paralel xəttlərin uzantılarını çəkirdik. Gəlin bu tərəfin uzantısını çəkək. 140-ın qonşusu neçə dərəcə düşür bizə? 40 düşürmü? Və yaxud da ki, bu şərtdən də baxa bilərdik. Bax, bu üç bucağa görə bir xarici bucaq özünə qonşu olmayan daxil bucaqların cəmi deyilmi? Onda biri 60, 60 ilə nəyin cəmi bizdə? 140 dərəcəni verirdi. Təbii ki də 80 dərəcə olacaq. Bunu bildik. Bura 80 dərəcədirsə, bunun qonşusu neçə dərəcə olur? 100 dərəcə. Və bunlar da uyğun bucaqlar olduğuna görə elə x bucağı nəyə bərabərdir bizdə? 100 dərəcəyə. Faiz nəyə yazıram? Dərəcə. 53-cü tapşırıq. 53-cü tapşırıqda nə deyir bizə? Duzun miqdarı, daha doğrusu nə deyir? Duzun miqdarı 20% olan 80 litrlik duzlu suya müəyyən müddət qaynadıqdan sonra məhluldakı duzun miqdarı 7-də 2 oldu. Buna görə məhluldan neçə litr su buxarlandırılmışdır? Baxın, gəlin əvvəlcə duzun bir miqdarını biz tapaq. Yəni 80-in 20%-ni taparıq. Görək neçə çıxır bizdə? Getdi. 16, yəni 16 nəyimiz var? Duzumuz var bizim. Sonra deyir ki, müəyyən müddətdə qaynadıqdan sonra məhluldakı duzun miqdarı 7-də 2 olarsa, bizdə düsturumuz vardı, maddə bölünsün məhlul düsturu. Yəni maddə nədir? 16. 16 bölünsün məhlul. X bərabərdir. Buxarlandırılıb da bilmirik nə qədər buxarlandırılır. Və duzun miqdarı deyir ki, 7-də 2 olarsa, nə edir buradan? İxtisarlarımızı apararıq. Burada 1, burada nə qalır? 8. X-i buradan tapsaq 8 vur 7 neçə qalır? 56. Əvvəl məhlulumuz nə qədər idi? 80 litrdir də, düzdürmü? İndi də olub 56 litr. Nə qədər buxarlandırılıb? 24 litr. 53-cü sualda nə deyir bizə? Azəri poliqrafiyadan rəngli və ağ-qara çap olunan bir vərəq çap qiyməti cədvəldə verilmişdir. Aha. Yəni 1-dən 2000-ə qədər vərəq çap olunanda rəngli kağızları 7 qəpiyə, ağ-qara kağızlar isə 4 qəpiyə çıxarılır. İndi bizə nə deyir? Əgər 2000-dən çox olarsa, rəngli kağızlar 5 qəpik, ağ-qara kağızlar 5 qəpikdən də 50 qəpiyə, 5 qəpik nə idi? Digər isə 32 qəpiyə. Uşaqlar, o birisində 7 qəpik demişəm, 70 qəpik olar. O yəqin ki, 0.7 deyildim bayaq. 7 qəpik deyildim. Yox, elə düz demişəm deyəsən. 5 qəpiklik və özüm də başım getdi. Nəysə, məsələn şərtdən yazaq, çıxardarıq axırı. Deyir ki, nəzrin 4/1-i ağ-qara qalanı rəngli olmaqla cəmi 4800 vərəq çap etdirdi. Buna görə o cəmi neçə manat ödəməlidir? Necə yazarıq? Birincisi ki, 4/1-i ağ-qara. Ümumilikdə 4800 vərəq çap etməyibmi? Demək 4800-ün nəyini taparıq biz? 4/1-ini taparıq. Onda bunlar ixtisar getsə nə olar? 1200 dənə. 1200-ü ağ-qaradır. Ağ-qara. Onda ümumilikdə 4800 olubsa 3600 rəngli olub olmayıb. Aha, bunu bildik. Axı bizə deyir ki, 2000-dən aşağı olduqda rənglilər 0.7, ağ-qara isə 0.4 manatdır, düzdürmü? Onda nə edirik biz? Bax, bura baxın, 2000-dən aşağıdır. Demək, bunu ağ-qaranı bu qiymətindən hesablayarıq. Yəni 1200 vurulsun 0.4 üzərinə gəl. Buna baxın, 3600, yəni 2000-dən çoxdursa, 2000-dən çoxdursa və rənglidir bizdə, düzdürmü? Rəngini də nə ilə çıxardır? 0.5 ilə, yəni 3600 vurulsun nə? 0.5-ə. İndi bunu biz nə edəcək? Hesablayacaq. 120-ni təbii ki, vurarıq 4-ə, yəni vergüldən birinci azad eləyək. 360-ı da vurarıq 5-ə. Nə olacaq? 480 üzərinə gəlmiş 5-ə vursam 5, 6, 33 yadda 5, 15, 180. Bu da bizdə nəyi verəcək? 480-dən 1800 toplasam 2280. 2280 təbii ki, indi biz bunu manatına çevirməliyik. Bu tapdığımız bizim qəpikdir. Bunu da nə edirik? 100-ə bölsək əgər. Nə düşər bizdə? 22 manat 80 qəpik. Yəni 22 tam %80 manat.
Bu da bizim 54-cü sual. Keçdik hansı suala? 55 sonuncu sual. Avtobusda 36 nəfər sərnişin var. Birinci dayanacaqda 9 nəfər düşdü, 6 nəfər mindi. İkinci dayanacaqda isə 14 nəfər düşdü, 5 nəfər mindi. Avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Şagirdlər, bizdə ilkin 36 nəfər vardı. Bax, bu birinci dayanacaq. Deyir ki, 9 nəfər düşdü. Yəni 9 nəfər düşdü, 6 nəfər mindi. İndi avtobusumuzda nə qədər sərnişin qaldı? 33. İndi keçirik ikinci dayanacağa. Əgər avtobusda 33 sərnişin var idisə, gəldi 14 nəfəri düşdü, yəni minus 14, 5 nəfəri mindi, plus 5. Yekunda yenə bizdə neçə qalacaq? 33-dən çıxacaq nə? 9-u. 24 nəfər qalırmı? Demək 21, 3, 24. Bəli, yekunda bizdə nə qədər qalmış olacaq avtobusda? 24 nəfər. Bu da bizim oldu sonuncu sualımız. Sağ olun şagirdlər.